Siz də həmfikirsinizmi Abdul bəylə ki, burada konsulluq məsələsi deyil, tam başqa bir məqamdır. Çünki nəzər alsaq konsulluq da önəmlidir əslində. Mən hesab edirəm ki, bu ciddi bir amildir. Yəni konsulluq məsələsinin arxasında başqa bir şeylər dayanır. Əvvəla onu deyək ki, Köçəryan Moskvadan getdi, təlimat aldı, qayıtdı. Qayıdandan sonra Ermənistanda bəzi məsələlər baş verməyə başladı. Xüsusən kilsə fəallaşdı. Və göründüyü qədər Rusiyanın təlimatına, Rusiya bağlı olan qüvvələr Köçəryanın himayəsinə, kurasiyasına verilibdir və onlar Köçəryanın dediklərini eləməlidirlər. İkinci bir tərəfdən, Rusiya tərəfdən bir fikir səslənmişdi ki, Rusiya Ermənistanda ikinci bir baza yaratmaq istəyir. Hərbi baza yaratmaq istəyir. Bu hərbi bazanı Zəngəzurda yaratmaq istəyir. Və əgər belə deyək ki, Zəngəzurda baza yaradandan sonra və Zəngəzur dəhlizinin açılmasında da biz iştirak edəndən sonra, yəni Rusiya iştirak edəndən sonra ki, onlar o dəmir yolunu özlərinin infrastrukturuna aid bir hissə hesab edirlər və Ermənistanın da vəsaiti yoxdur o təmir eləsinlər qayda əsasında. Rusiya bunu təmir edəcəksə, xeyli bunların mühəndisləri, işçiləri falanları bura gələcək deyən izahım belə verirlər. Bizim qafamda konsulluq açmağımız məqbuldur. Yəni əslində bu konsulluq ifadəsinin arxasında iki şey dayanır. Zəngəzur dəhlizində 20-ci il bəyanatına aid olan 9-cu bəndin icrasından biz geri çəkilməmişik. İki, biz nəinki cümrüdən qüvvələrimizi çıxaracağıq, əksinə ikinci qüvvələrimizi burada yerləşdirməkdə maraqlıyıq. Məncə bu iki amil də çox ciddi amil olduğu üçün telefon danışığında indi bunlar izah eləmirlər, daha doğrusu bəyan eləmirlər. Açıqlamırlar. Amma məncə bu məsələlər mütləq şəkildə müzakirə olunur. Amma ki, razı olmur. Hər halda Ermənistanın heç o birini siz demişsiniz, saxlamağı da qəbul eləmirlər onlar. Amma görünür bu məsələlərdə Ermənistanın istəyinə çox şey bağlı deyil. İndi siz deyirsiniz ki, ərazi tapılmadı, yer bəli, tapılmadı. elə bəhanə uydurmuşlar özləri tərəfindən. Bəli, bəhanədir təbii ki. Yəni konsulluq üçün nə qədər böyük sahə? İran orada bir bərbad bir yerdə gəlib konsulluq açıbdır. Rusiyanın konsulluğu hazırda Gümrüdədir. Hərbi hissədə var və Gümrüdədir. Rusiyanın ümumiyyətlə bir yerə getməsi bazarlarla, iqtisadi siyasətinlə, reformalarla, əməkdaşlarla, qazan-qazan prinsiplə deyil, sapoxlarla. Ayağını hara qoyursa, işğal edir, istila edir və orada istəyir ki, mənafeyini qursun. Necə ki, Gümrüdə hərbi hissəsi vardır və konsulluğu vardır. Eyni şeydə Zəngəzurda eləmək istəyir. Yəni orada konsulluğunu qursun, ayağını qoysun. Orada fərq yoxdur. İndi 15 adam olsun, 20 adam olsun, fərq yoxdur. Konsulluq həmin dövlətin ərazisi sayılır. Onu qorumaq üçün istənilən qədər qüvvəni orada yerləşdirirlər. Məsəl üçün, Ermənistanda Amerikanın səfirliyi var, 2000-dən çox əməkdaşı var orada. Və əlavə də mühafizə qüvvələri vardır. Yəni, bu günləri Zəngəzur strateji yerə çevrilibdir. İran da artıq sifətini açmağa başladı. Maskası bir daha düşdü, yeni maskası da düşdü. Xarici İşlər Nazirinin müavini bir bəyanat verdi ki, biz gərək Zəngəzur məsələsində olub tam olaraqdan tərəfləri məqbul bir fikirlərini bilək, aydın fikirlərini bilək və biz də münasibət bildirək. Əgər bu Zəngəzur dəhlizi Ermənistanın suverenliyini kiçildəcəkdirsə, bölgədə yeni geostrateji, geoiqtisadi şəraitlər yaranmağa başlayacaqlar. Başqası gələcək. Biz bu məsələdə mane olacaq, yəni hə deməyəcəyik. Açıq şəkildə etiraz etməyə başladı. Yəni artıq Ermənistanın ki, bu preslikdə vardı. Burada Ermənistanın nə istəməndən çox asılıdır. Ermənistan məncə vaxt qazanmaq istəyir. Deyək ki, əvvəlki kimi Avropa İttifaqına inteqrasiya məsələsində o sürəti göstərə bilmir. Bəlkə də belə ifadə eləmək ki, taymark götürmək fikrindədir və bu arada, bu zamanda zərbə yeməsin. Çünki Rusiya-Ukrayna məsələsində Rusiyanın bir maraqlı yanaşması var. Birinci budur ki, Ukraynada çox güclü görsənmək ki, Trump, ABŞ başqalarını təhrik eləmək ki, mənim xeyrim, mənim şərtlərimlə bu danışıqlar getməlidir. Biz ona toxunacaq söhbətin gedişatında. İkinci, postsovet məkanlarına da yeni münaqişələri ya alovlandırmaq, ya orada görünməklə bir inam yaratmaq istəyir. Həm postsovet məkanında, həm daxildə, öz daxilində, həm də Avropada ki, biz Ukraynanı birmənalı udmuşuq, artıq bizim marağımız postsovet məkanında işlərlə məşğul olmaqdan ibarətdir ki, biz artıq Zəngəzurla başqa ilə məşğul oluruq. Zəngəzur dəhlizi məsələsini Rusiya mübadildir. Uzun müddət mübadildir. Məqsədləri ondan ibarətdir ki, Paşinyan hakimiyyətini dəyişsinlər və dəyişəndən sonra dəhliz açılsın. Bu məsələ baş tutmadı. Yəni, müəyyən qədər cəhdlər alınmadı. İndi isə Paşinyan süründürür məsələni. Arxa qapıda Azərbaycana danışır. Çox normalda danışıqlar gedir. Hər dəfə Lavrov ya başqaları artıq özlərin bu danışıqlara soxmaq istəyirlər, sözün belə kobud mənasında. Çünki iki dövlət danışırsa və hər kəs kənarda olan beynəlxalq strukturlar, dövlətlər bunu təqdir edirlər və iki dövlətin anlaşmasını anlayışla qarşılayırlar. Yalnız Rusiya mənim moderatorluğum olsun,
demək istəyir və 2 dəfə də ifadə işlədiblər ki, bizim danışıqların, bizim apardığımız söhbətlərin məhsulu olaraq bu yerə gəlib çıxdı bu söhbətlər. Bu da doğru deyil. Hansı bunlar töhfəni verib, mən bilmirəm. Amma siz düşünürsünüzmü ki, ümumiyyətlə Rusiya Zəngəzur dəhlizini istəməmiş olsun? Sülh müqaviləsinə də özlərinin əlavələri ilə getmək məsələsini qoymaq istəyirlər. Rusiya indiki anda, məsələn, Paşinyan vaxtında ki, açılması ona görə istəmirdi ki, fikirləşirdi ki, Paşinyan vaxtında açılarsa, açılımlar da Azərbaycan və Türkiyənin anlamı olsa, sosial, iqtisadi məsələlərlə bağlı Ermənistan təzyiq imkanları bitəcəkdir. Heç nə eləyə bilməz. Bundan sonra artıq əhali ki, yaxşı, firavan yaşayacaqdır, əhalini qaldıra bilməyəcək. Görürsünüz, onlar kim oynayırlar? Mütəmadi xalqa deyirlər. Biz sizi həm Qarabağı verirdik, əlavə də 2 rayon Azərbaycan rayonu verdik. Elə bir Moskvan küçələrini verdilər, özlərinkidir. Siz Paşinyan gəldi, belə bir bəyanat verdi, işləri çorladı, sonra da əlavə edirlər. Biz iqtisadi məsələlər falan məsələlərdə Ermənistanın yanında, əhalinin yanında hakimiyyətin yox. Və buradan da indi bugün deyəsən başlamalıydı keşiş, yenidən bir ayın birində fəaliyyətə başlamalıdırlar, mitinglərə falanlara start verməlidirlər. Çünki Paşinyan da onlar çox çılpaq şəkildə tənqid eləmişdi. Təhqir elədi əslində. Və digərlər müxalifətdə olanları, Sarkisyan da başqalarının hamısı cinayət açıbdı, deyək ki, onlar da girov vəziyyətdə saxlayıbdı. Yəni Rusiyanla Paşinyan arasında əslində pərdə arxasında ciddi döyüş gedir. Telefon danışıqları bu məsələləri yumuşatmaqmı və yaxud da hansısa bir anlaşma gəlmək məqamı daşıya bilər. Rusiyanın Ermənistan başqa asılı da var. 20-ci il savaşından sonra Ermənistan 19-cu ildəkinə baxmış 4,5% bunun iqtisadiyyatı çökmüşdü. Gəlirlər azalmışdı. Amma 22-ci ildən sonra bunun birdən-birə 17%-ə qədər artmağa başladı. Araşdırıblar ki, bu artım nəyin hesabınadır? Ermənistan yalnız müəyyən məhsulları alır və onu Rusiyaya satır. Qadağan olmuş, sanksiyalaşdırılmış məhsulları satmaqla məşğuldur. Bu Rusiya sərf eləyir. Əsasda bunlar nələrdən ibarətdir? Elektron başlıqlardır, ciplərdir, radiotexniki avadanlıqlardır, hərbi sənədə istifadə olunan məsələlərdir və s. Rusiya bunun Ermənistan üzərindən gəlməyində də maraqlı. Ona görə bəzi məsələləri anlaşmaq istəyirlər, amma mənə elə gəlir ki, Ermənistan Avropa inteqrasiya məsələsindən geri çəkilməyəcəkdir. Mən də razılaşıram ki, indi Abdal müəllim də dedi, ikinci bazanın açılmasına bütün mənalarda maneçilik törətməyə çalışacaqdır, razılıq verməyəcəkdir, onlar gümrüdən belə çıxarmaq istəyirlər. Və Rusiyanın bu cəhdlərlə də ibarətdir. Zıvatboşdan çıxdılar bunlar. Sərhədlərdən müəyyən qədər çıxdılar. O pis vaxtlarında buraxılış məntəqəsini verdi, ancaq qalanını saxladı. Qalanı saxladı. Bunlar qayıtmaq istəyirlər həmin məqama. Və indiyə qədər 20-ci ildə müqavilə bağlanıbdır. 5 ildir Rusiya o nədir bu Zəngəzur dəhlizinin açılmasına bağlı cəhdlər göstərdi. Nə oldu indi birdən-birə sənin yadına 9-cu bənd düşdü. Artıq Azərbaycan və Ermənistan arasında bununla bağlı xüsusi məncə razılaşmalar bir sona çatmaq üzrədir. Anlaşmalar var. İndi elan olunmasa belə, çünki yumuşaq mənada. Yəni deyirsiniz ki, Rusiyanı buradan sıradan çıxarmaq mümkün olacaq? Rusiyasız bir məsələyə baxmaq düşüncəsi vardı burada, mən hesab edirəm. Ermənistan, Rusiyanın burada onlar biz buna keçid deyirlər və yaxud da yol deyirlər, nəqliyyat yolu deyirlər. Biz dəhliz deyirik və doğru deyirik. Biz çünki ölkəmizin 2 hissəsini 29-cu ildə ayırmaq üçün ərazimizi qeyri-qanuni veriblər buradan. Biz də keçmək üçün normal. Onlar Rusiyanın burada olmağını istəmirlər. Yəni bu savaş istəmirlər. Amma ki, belə daha çox alovlandıracaq hansı ki, həm İranı, həm də ki, Ermənistanı ki, bəs Ermənistan sən cənuba olan xəttini, əlaqəni itirəcəksən. İran, sən də Ermənistanla olan quru xəttini, quru yolunu itirəcəksən. Yəni, təhrik eləyir bir növ ki, sizin itirəcəyiniz bunlar olacaq. Həqiqətən itirəcəkmi ki? Yəni, elə bir ehtimal varmı ki, Fərəc bəy? Baxın, İranın bütün məsələlərdə bir dənə prioriteti var. Yəni, nə olursa olsun, Azərbaycana xeyir olmaz. Yəni, hətta öz iqtisadiyyatına belə zərər olsun. Siyasi mənada Azərbaycan dividend götürməsi çox ehtiyatlanır. Xüsusən Güney Azərbaycan amilinə görə çox ehtiyatlanır. Və maraqlıdır ki, onlar türk dünyası arasında əlaqələr birbaşa olması. 29-cu ildə ki, mehri veriləndən sonra Azərbaycanın kürəyinə xəncər sancıldı. Bu bir dəfəli türk zolağı kəsildi, qırıldı, fiziki mənada qırıldı. İndi bunun bərpa olunması kimi anlayırlar bu məsələni, bu bir. İkinci bir tərəfdən çalışırlar ki, ümumiyyətlə Türkiyənin Orta Asiya dövlətləri arasında Azərbaycan üzərindən əlaqələr qalsın. Məsələn, PKK özünü buraxıbdı, hər yerdə bu elan edirlər. PKK-nın buraxılmasına İran imkan vermir və PKK üçün Urmiyada başqa ərazilərdə şərait yaratmağa başlayıbdı. Onun da ultimatumunu Hakan Fidan tərəfindən bir verildi o məsələlə bağlı olaraq. Yəni, həm Türkiyə, həm də Azərbaycanda eyni formada baskı edirlər. Eyni işi də Cənubda görürlər. Məsələn,
Bəndər Abbasda bir patlayış oldu limanda, bilirsiniz. Bəndər Abbas limanını Çin götürmüşdü icarəyə. Çinin bir dənə layihəsi var idi. Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İran və oradan dənizlə Avropaya çıxış yolu. İran Bəndər Abbas üzərindən də yolun açılmaqda daha çox maraqlıdır. Nəinki bu Araz dəhlizi və yaxud da Zəngəzur dəhlizi məsələsində. Zəngəzur və Araz dəhlizi, şimdi hatta mənim adım belə onların ifadəsini işlətdi. Qalanda isə onlar iqtisadi cəhətdən Zəngəzur dəhlizindən isə Araz dəhlizinin işlənməsi çox maraqlıdır ki, mallar buradan axınlar olsun, vəsaiti pullar qazansınlar. İran bizə Naxçıvanda qaz verirdilər. Biz verirdik qazı buradan İrana, onlar da biz oradan qaz verir. Onun belə bizə faizlə bizdən pul alırdılar onlar. İndi o məsələ bitdi, artıq Türkiyədən biz Naxçıvan qaz almaq başlayıb. Yəni, bütün məsələlərdə bəzən iqtisadi dividendləri kənara qoyub, xərcləyib, siyasi dividendlər qazanmaqda maraqlıdır. Və görürsünüz, bax, gör nə deyir bu? O Xarici İşlər Nazirinin müavini. Zəngəzur dəhlizi əgər Ermənistanın suveren hüquqlarına zərbə olarsa və bölgədə başqa iqtisadi, sosial və yaxud da nə bilim strateji nələr olarsa, biz bunda bu məsələlərdə ciddi şəkildə etiraz edəcəyik. Özündən çox Ermənistanın ərazisi suverenlik məsələsi güya ki ortaya qoyur. Bir vaxtda qırmızı xətt kimi qoyurdu. Məqsəd nədir? Bunun arxasında gizlənib, bu yola mane olmaq, Türk dünyasının inteqrasiyasına mane olmaq, TDT-nin gəlişməsinə mane olmaq. Cənab Ərdoğan da başqa Türk dövlətləri rəhbərlərdə Macaristanda da o 71 deyəsən bənddən ibarət bir bəyannamə qəbul olundu. O məsələlərlə İranı çox ciddi şəkildə qıcıqlandırır və belə məsələlərdə çalışırlar ki, Rusiya, İran bir məsələdə eyni cür davransınlar. Mən hesab eləmirəm ki, İranın verdiyi bəyanat, Xarici İşlər Nazirinin müavini verdiyi bəyanat Rusiyanın razılaşmadan verilən bəyanat olsun. Bilmənə şəkildə ortaq davranırlar bunlar. Həm burada fikir bildirirlər, ortaq konsulluq məsələsi ilə bağlı İran konsulluğu var. Bunlar da kontrollar aşmaq istəyirlər. Bunlar da Ermənistanın güya suveren hüquqlarını müdafiə eləmək istəyirlər və biz sizi qoruyarıq. Lavrovun və Zaxarovanın 2 dənə bəyanatları oldu. Əgər bu danışıqlar inkişaf eləyərsə, biz bütün vasitələrlə sülhə çatma yollarında dəstək verə bilərik. Sən nə dəstək verə bilərsin sülhə çatmaqla bağlı olaraq? 5 ildir gözləyirsən, 9-cu bəndi indi sənə lazım olanda araya gətirsin. Və yaxud da hər dəfə Putin-də başqa görevlilərinizdə Ermənistan boyuna minnət qoyur. Biz sizə Azərbaycan Qarabağ hissəsində verirdik, 2 əlavə rayon verirdik, siz getdiniz Azərbaycan ərazi bütövlüyünü tanıdınız. Niyə tanıdınız? Minnət qoydular boyunlarına. Ona görə mən hesab edirəm ki, bu məsələdə İran özünün nə qədər iqtisadi zərərlər yeməsinə baxmayaraq, siyasi zərər yeməməsi üçün bu məsələdə mane olacaqdır, əlindən gələn qədər. Amma alınacaq, alınmayacaq başqa məsələdə. Mən hesab edirəm ki, Türkiyə də ortaya mövqe qoyandan sonra, Avropa İttifaqı da mövqe qoyandan sonra bu məsələlərə, xüsusən Azərbaycan və Ermənistan danışıqları ki, pozitiv şəkildə inkişaf edir, burada İranın mane olmaq imkanları məhdudlaşacaq. Getdikcə azaltılmaqda Fərəc bəy, yəni bizim üçün təhlükə varmı? Region ölkələrindən digərləri üçün bilmirəm, olma ehtimalı nə qədərdir? Biz də onların içində ola bilərikmi? Bunlar artıq açıq mətnlə mövqələrini ifadə edirlər. Bugün Rusiya prizmasından yeni Avrasiyaçıdır. Yəni o modelləri Kremlə bu ötürür. O yeni Avrasiya modelində də bunlar o Türk respublikaları falan hamısı bir yerdə Türk-Turan birliyindənsə Rusiyanın hegemonluğuna, dominantlığına bir birlik arzulayırlar və izah edirlər ki, Rusiyanın içərisində xeyli Türk etnoslarının muxtariyyətləri vardır. Bizdə burada ola bilərik kimi bir ifadə var. Amma hər hansı formada imperiya ambisiyalarından yaşayırlar və bu bir müddət əvvəl onların maraqlı bir müzakirəsi oldu dırnaqarası parlamentlərində. Yeni imperiya, demək, Sovet imperiyasının dağılmasını qeyri-qanuni saydılar. İzah eləməyə çalışdılar ki, bu o vaxtları SSR-in dağılması qanuna zidd bir hərəkət olubdur. SSR dağılmış sayılmır və bu SSR dağılmış sayılmadığı üçün də Rusiyanın Ukraynada apardığı indiki müharibə daxil işdir. Yəni, bu qədər irəli gedibdilər. Bayaq siz də ifadə elədiniz ki, artıq Ukrayna məsələsindəki misal çəkirlər, postsovet məkanına da ultimatumlar verirlər. Bunlar artıq məlum olur ki, Ukraynaya əvvəl başladılar ki, buradakı ruslar incidilir, onlar muxtariyyət istəyir falan, amma sonra sonra gəldi. Denasifikasiya, demilitarizasiya məsələsi indi isə bizim tərkib hissəmizin kimi açıq şəkildə SSR-nin bərpası və bundan sonra başqalarına da əl atmağa çalışırlar. Bunlar bir vaxt Qazaxıstanda eləməyə çalışdılar, o məsələlər alınmadı. Yəni Çin və Türkiyənin xüsusi baskısından sonra Rusiya geri çəkildi. Həm də Ukraynadakı baş verən hadisələrdə biraz vəziyyəti onları belə yumşaltdı.
Amma indi Ukraynada bunlar ki belə başlayıblar, postsovet məkanına da əlcə atırlarsa, məncə çox böyük yanlışa yol verdi. Yəni, dünya artıq tam şəkildə, güya ki, Trump bəzi şeyləri bilmirdi, güya ki, mən bunu belə hesab eləmirəm. Və artıq o da aydın şəkildə ifadə edir ki, deyəsən bunun ağlı qaçıb, Putin haqqında belə danışardı. Deyəsən ağlı qaçıb, hərəkətlərini fikir verə bilmir, koordinasiya bilmir hərəkətlərini, bu nə hərəkətlər deyilir falan. Yəni artıq onlar dünyaya göstərdilər ki, biz yumuşaq yol tutduq. Sənin də ambisiyalarından bəzilərini istədi ki, baxaq görək nədir. Amma sən çox şeylər istəməyə başlamışsan. Qafanda ikinci hərbi bazanı yaratmaqla bərabər dünənlər bir bəyanat verdilər ki, onlar artıq Abxaziyada, Qara dənizdə də bir hərbi baza, yeni bir baza, logistik imkanları malik olan hərbi dəniz bazası da yaratmaq artıq istəyirlər. Bununla da bərabər Baltikan ölkələrə ultimatum verdilər və onlar dedilər ki, o ərazilərdə də NATO-nun hərbi təlimləki keçir, biz laqeyd qala bilməyəcəyik və biz bu ərazinin daxili görə çevrilməsi imkan verməyəcəyik. Belə ki, geniş şəkildə fikirlərini açıqladılar. Ondan sonra Almaniya, başqa dövlətlər açıq şəkildə silahlarımızı istənilən formada, istənilən yerə qədər istifadə eləyin deməyə başladılar. Gördülər ki, ambisiyalar ora gəlir ki, növbə postsovet məkanlarının da bir-bir onları zəbt eləmə imkanı yaranarsa, ondan sonra söhbət keçmişi Varşava paktında olan dövlətlərə gəlib çatacaqdır. Macaristana gəlib çatacaq, Polşaya çatacaq, Baltikan ölkələrə çatacaq və bir vaxt bir il əvvəl təxminən hələ Ukrayna məsələləri inkişaf elədiyi bir dövrdə Peterburqda nasistlər, Rus nasistlərlə söhbət gedir, millətçilər çıxıb Baltikanın dövlətlərlə bağlı ultimativlə verməyə başlamışlar. Moldovla bağlı ultimativ verməyə başlamışlar ki, bizim ərazilərimizdir. Ona görə mən hesab edirəm ki, Ukrayna savaşı ya Ukraynanın birmənalı şəkildə üstünlüyü ilə, qalibiyyəti ilə və bütün dünyanın dəstəyi ilə bitməlidir, ya da belə halda Rusiyanın istəyi ilə, tələbləri ilə bu məsələ bitəsi deyil. İndi qarşıdan da görüşlər gəlir. Heç bir şərt, onun qoyduğu şərt Ukraynanın kapitulyasiya haqqını imza qoymasına gətirib çıxara bilməz. İndi bəzən Zelenskini günahlandırırlar. Onlar 2014-cü ildən Krımı işğal edirdilər. Savaş o vaxtdan başlayıb. Zelenski 2014-də prezident deyildi ki. Və sonraki dönəmdə də adamın ölkəsinə daxil olubdur. Müharibə burada gedir. Amma nəyə nail oldular? Üstündən neçə il keçibdir. Bunlar hələ Kurskdan Ukrayna ordusunu öz ərazisindən çıxartmağa bayram kimi qeyd edirlər. Əsgərlərin arasında 50 dənə dövlətin əsgərləri vardı. Kareya neçə gətirib döyüşdürdülər. Yəni mən hesab edirəm ki, Ukrayna kifayət qədər oturmuş vəziyyətdədir. Almaniyadan, ümumiyyətlə Avropadan kifayət qədər yaxşı dəstək alır. Heç bir məhdudiyyət qoymadan Ağ Evdə dəstəyini verəcək senatorların son çıxışları, onların hazırladığı sərhəd və sanksiyalardan bağlı, Trumpın son vaxtlar neftlə bağlı verdiyi ultimatum ki, neft uzlaşsa Rusiya bunu da arxasında dayana bilməz. Buna qədər də Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində görüşlərində OPEC ölkələrlə münasibətləri yaxşılaşdırmaq, onların investisiya qoyuşu ilə bağlı işlər görmək də neftlə bağlı olan məsələlərdir. İrana müəyyən qədər güzəştə gedib, orada İrana vurmamaq məsələsi üstə dayanacaq ki, İran çünki vurulsa neftin qiyməti bağlaşa biləcək. İran da Rusiyanı satacaq. Bütün bunlar Rusiyanın məğlubiyyəti üçün artıq hazırlıq görülür. Mən hesab edirəm ki, indi bu mənim subyektiv fikrimdir. İlin sonuna qədər, xüsusən yay kampanyasında ki, biraz da Rusiya fəallaşacaq ki, içəriyə girsin, yerləri tutsun 15-20 kənd, şəhər falan. Amma sonuc olaraqdan Rusiyanın bu il bitmə ilidir. Bu ilə artıq bundan sonra yekunlaşacaq. Bundan sonra Amerika və Avropa dövlətləri və postsovet məkanında olan dövlətlər ki, onların da ittifaqlara müəyyən birliklərə daxildirlər. Onlar heç vaxt razı olmazlar ki, Rusiya belə açıq bir şəkildə ultimativ versin və sən bunu dirilt, gəlsin yenidən bir imperiya qursun. Mən buna inanmıram. Ümidiniz varmı? İyunun ikisindəki görüşlər. Mən diqqətlə, səbirlə dinləyirəm ki, əvvəllərim sözüm kəsməyəcək. Bəli, buyurun. Mən Ukrayna nümayəndəsi deyiləm. Sadəcə olaraq... Yox, biz kimiz nəsinə qalsa onun tərəfindəyik. Proseslərdə qiymətləndirmə avtonom müəllimlərdə informasiyalara əsaslanıb. Birinci, son bir ildə Rusiyanın Ukrayna arası cəmi 0,6% ərazini tutubdur son bir ildə. Son günlər o deyilən 15 kənd falan, bu çox kiçik rəqəmlərdir mən hesab edirəm, bu bir. İkinci, hansı itkilərin hesabında tutubdur. Hər gün mindən çox əsgər ölür. Əhalisi çoxdur, amma ən çox ikinci dəfə, sonuncu dəfə səfərbərlikdə kampak yığa bilmişdi əsgərlərini. Onunla belə o əsgərlərlə, o səfərbərlikdən sonra 1% ərazi tutdu, bir il ərzində. 0,6%, 1% də yox. Amma Ukrayna 860 briqada formalaşdırdı. Hamısı NATO təlindən keçmiş briqadalardır. Artıq 1000 kilometr əraziyə vura biləcək raketlər istehsal elədi.
PUA'ları kütləvi şəkildə istehsal edir. Artıq bütün məsələləri o İrandan alır Rusiya. İndi yeni biraz primitivlərin istehsalı başlayıb. Siz də dediniz, Karpat altında ciddi silah sursatın demək ki, əksəriyyətin başladı istehsal eləməyə. Amerika silahını satmır. Amerika neyində? Trump'ın bir gedişi var idi. Trump gəldi, Amerika xalqına bir söz dedi. Ukrayna mənim boynumda yükdür, sizin boynunuzda yükdür. Amma görün mən nə edəcəm? Gəldi, onlardan qiymətli metallarla bağlı müqavilə bağladı. Buna ayrıca toxunarıq. Və Avropa dedi ki, siz təhlükəsizliyi özünüz təmin eləməlisiniz. Zəhmət çəkin, daxili məhsulun 5%-ni, 2%-ni vermirlər. 5%-ni qoy müdafiə, başladılar qoymağa. İndi o 300 milyard ki, deyirlər Amerika silah satıbdır, daha doğrusu bağışlayıbdır. İndi bu nə edir? Avropa Amerikadan alıb verir Ukraynaya. Yəni artıq o silahı Amerika verir, amma pulla verir Avropa, Avropa verir onlara. Həm daxildə dividend qazanır, deyir mən artıq silah istehsalına, özdə xeyli artırıbdır silah sənayesində istehsalı. O qədər artıb ki, hətta Qızıl Qübbə haqqında da düşüncələri vardı. Mən silah satışına biznesə şərait yaradıram, Ukrayna mənə yük deyil, silah sursatda verilir. Macron bir dəfə bəyanat verdi ki, biz girib içəridə təlimatçılar sülh məramlı qüvvə kimi olacaq məsələ. Trump yox demədi, dedi, yox, çox yaxşı ideyadır, amma biz iştirak eləməyəcəyik. Qüvvəsini qoymur ora, əskərini qoymur ora, pulunu qoymur ora. Amma elə bir şərait yaradıbdır ki, bütün məsələləri onlara elətdirir. Ümumiyyətlə, Trump'ın davranışı bundan ibarətdir. O, məsələn, Qəzzanla mal bir fikir deyirdi. Deyirdi, bura təmir olunacaq. Amma demirdi, pul mən verirəm. Deyirdi, Birləşmiş Ərəb Əmirliklərindən Səudi Ərəbistan pul verəcəkdir. Və bura yaxşı bir yerə çevriləcəkdir. Mən pul qoymuram, amma siz qoyacaqsınız. Bunun belə davranışları vardır. Rusiya Çindən, Çin o qədər dəstək vermir. Koreyadan əsgər gətirməni, 10 min bir gətirdi, sonra 10 min bir gətirdi. Hamısında meydan apardılar. İndi gətirdiklə yığıqları o günləri sosial şəbəkələrdə baxıram. Nə bilim, Qanadan, Qvineyadan, oradan, buradan, ondan bir şey çıxmaz axı. Bunun elit qüvvələri demək olar ki, itibdir. Və söhbət o yerə gəlib çatıbdır ki, Kremdə para keçəndə belə Putin təhlükəsizlik təminatı istəyirdi Ukraynadan ki. Parada təhlükəsizlik təminatı verir. Zelenski ki, mən niyə təhlükəsizlik təminatı verməliyim? Ölkə sənədi ver də. Yəni, Kiyevi 3 günə tutmaq istəyən ölkə 3 ildən sonra Kurskdan öz ərazisindən Ukraynalıları çıxartmaq qələbə kimi qeyd edir. Putin də gedir orada, onu bir belə yüksək səviyyədə qeyd edir ki, siz sağ olun ki, mənim ərazimə adam çıxartdınız. Mən ona görə, atam mən hesab edirəm ki, ciddi şəkildə Ukrayna bu məsələlərdə manevrlər eləyir. Tutaq ki, əraziləri vurulur, biraz çəkilir, ya orada göstərir ki, raketdən uşaqları vurdular falan. Bu görüşlər üçün məncə nail oldu. Avropanı da, dünyada, xüsusən Amerikanı da artıq göstərdi ki, baxın, mən danışıram, bu istəmir. Mən atəşkəs istəyirəm, bu istəmir. Mən atmıram, bu atır. Mən dincə halimi vurur, göstərim ki, mən vurmuşam, vurmuşam. Mən vurmamışam. Mən hərbçiləri vururam. Və Almaniya ki, uzaq vuran raketlərdən dedi ki, verəcəm bunlara. Əladı kəsildi, Krem dedi ki, biz Berlin üçün, Almaniya üçün əks tədbirlər görə bilərik. Sonra gördü ki, onu da görə bilmir, sözün dalından qaçdı, dedi ki, onun hər hissələri, ehtiyat hissələrini Amerika verir. Amerika məsələlərdə Almaniyanın qabağını almalıdır. Onun hər bir ehtiyat hissələri ilə raket düzəldib bizi atacaqlar, tarasla yəqin ki, necə. Bəli. Yəni, vəziyyət bu qədər Rusiya üçün gəlizdir. Həddən artıq gərgin bir vəziyyət yaşayırlar. Rusiyanın gücünü bilirik də, siz bu məsələləri indi sizə demək də artırsan, nə bu imperiyaçı, bir dənə telefon istehsal edə bilməyən, kompüter istehsal edə bilməyən bir dənə dövlət. Yox, bir də silahı bacarır. Bir dənə silahı bacarır, o nə silahı bacarır? Silahlarına baxdıqda nə vəziyyətdədir silahları və dərsini verirlər. Mən yenə deyirəm, mən Ukrayna azarkeşlikdən demirəm bunu. İkinci bir tərəfdən. Deriyə Zelenski belə, lap sonra gəldi, əvvəl gəldi, onu qoyuram bir tərəfə. Ukrayna nüvə başlıqlarını verəndə o dövlətlər öhdəlik götürüblər üzərinə. Rusiyada, Amerikada, Fransada, İngiltərədə öhdəlik götürüblər ki, sənə hücum olmayacaq. İndi əslində heç Ukrayna tərpənmədən Rusiyanı bunlar vurmalıdır elə. İndi deyirlər, bu bizim savaşımız, biz NATO buna məsələyə baxır falan. Onun dalında həm də o durur. Sən bunun nüvə silahını almasaydın, Ukrayna, Rusiya hücum edə bilərdi. Özdə xeyli nüvə başlığı vardı orada. 1000-ə qədər nüvə başlığı verdi, o vaxt təhvil verdi. Krımı da işğal elədi o vaxtları. Və necə əsaslandırdı Putin? Putin deyir ki, kim hansı ərazi ilə SSR-ə daxil olubsa, onunla çıxa bilər. O nə nəzər tutur? Krım 53-cü ilə veribdi Ukraynaya. Yaxşı, kim hansı ərazi ilə daxil olubsa, o çıxa bilərsə, sən mən Qarabağımı, sən mən Zəngəzurumu paypuş eləyirsən Ermənistana. Xeyr ola, mən imperiya daxil olanda, elətdiriləndə daha doğrusu, 122 min kvadrat kilometr ərazim var idi. Doğru mu? Sən bəs niyə ermənilərə gəlib deyirsən ki, mən Qarabağı da sənə verirdim, əlavə ikiləndə rayonu verirdim. Siz başladınız belə bəyanat verməyə. Tamamilə ikili standartlarla, tamamilə ədalətsiz bir yanaşmadır. Ona görə mən hesab edirəm, Ukrayna haqlıdır öz yerində, hesab edirəm bu müzakirə mövzusu ola bilməz.
Və indi həm də məncə güclüdür. Taktiki baxımdan geri çəkilmələr ola bilər. Bu gün Ukrayna simmetrik müharibə aparmır, doğru eləyir. Yəni qarşı-qarşıya gəlsin Sovet dönəmində 2-ci Dünya Savaşında kimi tanklar qabaq-qabağa gəlsin, bir-biri vursun. Puanlardan istifadə edir, raketlərdən istifadə edir. Onun 50 min əsgərini döyüşdən ayırmaq üçün getdi, girdi Kursk. Ona Kursk lazım deyildi ki. Rusiya 50 min əsgərini orada çəkmək məcburiyyətdə qaldı. İndi Sumaya çəkirlər. Bataqlıq effekti var burada. Arkasını nə ilə dolduracaqdır? Rusiya Ukrayna ərazisinin 1/3-ni tutmaq üçün indiki ordusundan 3 dəfə çox ordu lazımdır. Bunu mən demirəm, mütəxəssislər hesablayıblar. Ki, girib saxlasın. İndiki ordudan Ukraynaya girərsə, Ukrayna heç bir ağır silahdan istifadə eləmədən partisan hərəkatından bütün ordunu məhv edə bilər. Bunu mən demirəm, bunu mütəxəssislər deyirlər. Ona görə Ukrayna çox rahatdır, hazırdır. Bax, bu heyətlə ki, gedir, deyir sizə, onlar bəyan elədilər. Heyətdə dəyişiklik eləmirlər. Həmin heyətlə gedirlər İstanbul danışıqa. Qaldı NATO-ya daxil məsələsi. Hakan Fidan ev sahibi kimi bir ifadə işlətdi ki, Ukrayna NATO məsələsində hələlik mövqe qeyri-müəyyəndir. Yəni, demir ki, mən girməyəcəm bura. Bu gün girməyəcəm. Amma mənim hədəfim NATO-dur və artıq ciddi şəkildə NATO dövlətlərinin üç tərəfli müqavilələri var. Almaniyanla var, İngiltərələ çox əsaslı bir müqaviləsi var, iki tərəfli müqaviləsi vardı və Amerikanla da əslində yeraltı sərvətlərlə bağlı bir müqavilə imzalandı. Bizim təxminən neft müqavilələrimiz ki, əsli müqaviləsi var idi ki, Azərbaycanın bugünkü inkişafı üçün çox əhəmiyyətli bir o müqavilə idi ki, heç kim burada o investisiyanın üzərinə gələ bilmək, burada çevriliş eləmək falan məsələləri ondan sonra son qoymağa başladı. Rusiya bir-iki cəhd eləməyinə baxmayaraq sonra 95-də, 94-də. O yeraltı sərvətlərin 30% Rusiyanın işğal elədiyi ərazidə yerləşir. Sabahları Amerikan şirkəti müqavilə bağlayıb. Deyəcək ki, mən burada başlayıram qazlı iş aparmağa. Çək ordu kənara. Rusiya Amerikan şirkətinə güllə ata bilər, çəkməyə bilər onu oradan. Deyəcək, mən investisiya qoyuram bura. Orada da nə deyib? Fond yaradılar 50-50 Ukraynanın. O vəsaitdə Ukraynanın inkişafına bağlıdır. Ona görə mən hesab edirəm, həm masada, həm sahədə Ukrayna çox effektli işləyir, tək öz başına işləmir. NATO başqa dövlətlər çox ciddi şəkildə dəstək verirlər. NATO'nun baş katibinin ya başqasının proksi kimi Ukrayna haqqında danışmağı biraz da proksi yox. Amma bugün Ukrayna faktiki olaraq bəşəriyyətin sakitliyi üçün, sabitliyi üçün, dünya üçün döyüşür, Avropa üçün döyüşür. Bugünkü Ukraynanın əgər məğlubiyyət olarsa, belə bir xəyali bir proje qoyaq ortaya, o bütün postsovet məkanlarında müstəqilliyin sonu ola bilər. Mən bayaq dedim, Avropada Varşava müqaviləsində olanların da sonu ola bilər. Çox ciddi şəkildə dünyada kataklizmlər başlayar. Bu günləri Ermənistana dəstək vermək Ermənistan sevgidən əməl gələn bir şey deyil. Təxminə belə bir zəlzələ ifadəsi işlədim. Ermənistan tektonik siyasi zonadır. Burada bir şey baş verərsə, onun yaxın Qafqazla yaxın ərazilərə çox ciddi şəkildə təsir ola bilər. Orada belə Ermənistanda belə Rusiyanın nələrsə çatma məsələlərinə Qərb və Amerika qəti şəkildə mane olacaqdır. Çünki bugünkü yaranmış situasiyanı dəyişmək üçün orada ona tektonik siyasət lazım deyil, Ermənistanın dəyişməsi lazım deyil. Rusiya Ermənistanda belə dəyişikliyə nail ola bilməyəcəkdir. Səfiri də işi başqaları dəyişdir. Ağıl da başqa yerə gitməsin. Nəinki Azərbaycanda, sən Ermənistanda bir şey elə bilməsən. Azərbaycan və Türkiyə tandemi Türk Dünya Dövlətlər Təşkilatının məhvərində olan bir dövlətlərdir. Bu artıq çox ciddi 71 vətdən ibarət də bəyanatı vardır. Bizim, sizin sualınızı mən yekunlaşdıram. Bizim bu imperiya ambisiyasıyla yaşayan dövlətlər heç bir qorxumuz yoxdur. Verin, bununla razılaşmayın. Yox, indi göz qabağındadır İranın İsraili vurmağında nüvə silahı. Yox, İranın İsraili vurmağında nüvə silahı amili bir rol oynayır. O dayanır ki, nüvə silahını əldə eləməsin İran. Yox, İsrailin nüvə silahı var. İran niyə qorxmur onu vurmağa? Qoyusunda qorxmalıdır da. Vurdu mu? Əlbəttə ki, vurur. Nə vaxt vurdu? Dəfələrlə vurub. Vallahi bir şey eləmədi, elə bir xəbərdarlıq elədi, 5-10 dənə fişək yaptı, bir şey düşmədi. 300-ə yaxın raket razılaşdırılmış bir məsələlər. İkinci məsələ. Hələlikdən yenidən onunla verir. Heç bir silahın qarşısı alınmır. Hətta bir ara dedilər ki, pek əlaqələrin kəsəcək. Patriot veribmi biri? Bu dəqiqə Ukrayna ən vacib olan Patriotlardı. Hava hücumundan bir dənəsini verdi mi? Aldılar. Ukraynanın özü dedi ki, 15 milyard dollar verirəm, mənə 10 dənə Patriot vermir. Bu məsələlər Kaskayla başladı, Bronojletdən başladı. Artıq başa düşürəm, ancaq getmir. Onların potensialı var ki, bu təzazüçləri yerində otursun və biz bunu arzulayırıq öz yerində. Kifayət qədər imkanları var. Bu indi taktik olaraq da 5 dənə 10 dənə tutmaq məsələ deyil.